Sanki evladlar bizim belə deyək, uşaq vaxtı körpələrimiz bizim nəfsimizə bənzəyirlər. Çox maraqlıdır. Əslində insan evladı ilə düzgün davranmağı bacarsa, nəfsi istəkləri ilə də düzgün bacaracaq. Onları da düzgün nizamlayacaq, onlara qarşı düzgün mövqe sərgiləyəcək və nizama salmağa bacaracaq. Necə insan nəfsi deyil, pis deyil bu. Bəzən görürsən belə qələmə verilir ki, nəfsim istədiyini, ümumiyyətlə nəfsin işi elə istəməkdir. İnsanın nəfsinin işi istəməkdir. Sadəcə bizə nə tapşırılır? Bizə tapşırılır ki, o nəfsin istəklərini nəzarətə al. Nə ona yox demək olar, nə də istədiyi vaxt ona hə demək olar. Və hətta müəyyən şeylər var ki, ona icazə vermək olar, amma hansı qaydada icazə vermək olar? Demək, bu nemətin qədrini bilmək üçün, qədrini bilmək istəsək, onunla davranışlarımıza baxaq. Görək necə davranırıq. Misal olaraq 3 yaşında evladımızla biz necə davranırıq? Bəzən biz 3 yaşında olan evladımızdan özümüzdən gözlədiyimiz bir addımı gözləyirik. 3 yaşında uşaqdan bir 40 yaşında insanın davranışlarını gözləyirik. O nemətdir. O evin içində oynayacaq, dəcəllik edəcək, şululuq edəcək və sözlərə tabi olmayacaq, tapşırığa tabi olmayacaq və biz bu tapşırığa tabi olmamağın qarşısında onunla necə davranacağıq? Allah ona görə də bizim üçün bir qayda göndərir. Biz qeyd etmişdik ki, nemətlərin şükrü həm də əməli şəkildə özünü göstərməlidir. Bir əməl olaraq özünü göstərməlidir. Mən dilimdə yalnız və yalnız şükür desəm, bu kifayət eləmir. Mən dilimdə əyləşmişəm, şükür deyirəm və düşünürəm də ki, bu şükür deməyim kifayət elədir. Yox, həm qəlbimlə bundan razı olmalıyam, həm də eyni zamanda əməli şəkildə göstərməliyəm ki, mən bəli, bu neməti qəbul eləyirəm. Bəzən biz evladlarımızla razı olmuruq. Evladlarımızın hər hansı bir dəcəlliyindən, hər hansı bir şey olduğundan, onların xüsusi bir potensiala sahib olmasından razı olmuruq. Və bəzən evladlarımızın içində yığılıb qalmış, Allah tərəfindən lütf olunmuş istedadların qədrini bilmirik. Və istəyirik ki, onları öz nəfsimizə, öz iradəmizə, öz istəklərimizə tabi edək və biz istədiyimiz kimi onlar yaşasınlar mütləq. Allah deyir, yox, onda sən belə olan halda bu nemətin qədrini düz bilmədin. Sən neyniyəcəksən burada? Onun uşaqlığına baxacaqsan, onun yaş həddinə baxacaqsan, onun ağlının hansı formada, hansı şəkildə, hansı gücdə işləməyini nəzərə alacaqsan ki, ondan düzgün davranasan. Bir insan evladının nemət olaraq onun üçün qalması üçün mütləq ilahi tərbiyə ilə evladını tərbiyə etməlidir. Əgər ilahi tərbiyə ilə evladını tərbiyə eləməsə və istədiyi kimi evladını yönəltmək istəsə, həmin neməti öz əleyhinə bir bəla olaraq çevirəcək. Dualarımızda var. Həzrət Əli əleyhissalam buyurur ki, ilahi, səndən istəyirəm ki, nemətləri dəyişdirən, bəlaya çevirən günahlarımı bağışlayasan. Maraqlı bir duadır. İndi siz təsəvvür eləyin ki, bir nəfər öz evladı ilə heç bir düzgün qayda və qanuna əsaslanmayan davranış tərzi aşılayır, evladı ilə belə davranır. Bu evlad nemət olmağına baxmayaraq, valideyn üçün, ata və ana üçün mütləq bəlaya çevriləcək. Sonradan insan şikayət eləsə ki, mən nə etmişdim axı, evladım mənə qarşı belə elədi, mənə qarşı bu formada rəftar etdi. Hədisimizdə var ki, istəsəz evladlarınız sizə qarşı normal davransınlar, sizə hörmət eləsinlər, sizin üçün nemət olsunlar. Nə gözəl cümlə buyurur. Hədis buyurur ki, siz də öz ana-atalarınıza qarşı düzgün davranın və onlar üçün nemət olmağa çalışın, onlar üçün bəla olmayın. Onların həyatlarında çətinliklər yaratmayın. Deməli, evladlarımız bizdən məhəbbət gözləyir, sevgi gözləyir. 3 yaşında uşaq tapşırıq gözləyə bilməz. 4 yaşında, 2 yaşında bir körpə uşaq tapşırıq gözləyə bilməz. 3 yaşında uşaq üçün hər hansı bir qanunu qoyacaqsansa, mütləq sındıracaq. Və qanunu sındırmağına görə onu cəzalandıracaqsansa,
o gözəl nemətin ürəyində bir ruhunda xüsusi bir mənfi iz qoyacaqsan. Bu mənfi iz onun həyatı boyu onunla birgə olacaq. O sənə qarşı fürsət tapdıqca sənə qarşı çıxacaq. Sənə qarşı çıxmağı ilə də öz başına bir bəla açacaq. Hədisdə var, Peyğəmbər buyurur ki, Allah lənət etsin o valideynə ki, evladını öz üzünə qayıtmağa vadar eləyir. Görün, nə dəqiq incə hədisdir. Sən evladıma qarşı düzgün rəftar etməyəcəksənsə, gücü çatmayacaq bu düzgün olmayan rəftara, o da sənə qarşı çıxacaq. Nəticədə həm sən günahkar olacaqsan, həm də evladın günahkar olacaq. Niyə belə edəsən ki? Bunu da qeyd edeyim ki, evladlara bu haqq vermir bu hədis ki, deməli atamız elədi, anamız elədi, biz qəzəbləndik və onlara cavab verdik, onların üzünə ağ olduq. Bu hədis bunu çatdırmaq istəmir. Evladlara da demək istəyir ki, nə qədər onlar sizə qarşı çıxmış olsalar da belə ata-ananın hörmətini qoruyub saxlamalısınız. Biz keçən çıxışlarımızda bunu müzakirə etdik. Hətta dindar olmasalar da belə ata-analarınız onlara qarşı olan münasibəti siz normal olaraq saxlamalısınız. Bu sizin dindar olub və yaxud valideynlərinizin dindar olub olmamasına aidiyyəti yoxdur.